Salam var dostlar. Bu preparatın köməyi hər ildə ana dəyişmək olur. Deməli, bu altılı fanelka da yarır. Əgər xırda setka qoysanız, iki tərəfə də setka olmalıdır. Xırda setka olmalıdır, xırda gözlü setka. Bu nircevika setkadır, xırda gözlü. Əgər yox, xırda setkanız yoxdursa, mütləqa 16 mm-lik fanelka olmalıdır. Ki, iki dənə ana bir-birinə iki ana bir-birinə yəni dəyməsin deyinə, bunlar toqquşmasın deyinə. Bu xırda setka olanda onlar da bir-birini görə bilmir. Feromon dağılır, görə bilmir. Bunu da ki qoyuruq belə bu yüzdən, beləsinə qoyuruq bunu. Sonra 10 gündən sonra bu qapağı bağlayacaq buranı. Bu rozilitin reşotkanı bağlayacaq. Burada nəfəs var, istilik var, eyni iyiydi. Burada bir-iki dənə ana ösküzü vurur. 10 gündən sonra qapağını bağlayırıq. Bu ösküzlərdəki üst şeyi, uçuş xəttini açırıq. Oradan mayalanıb gəlir. Köhnə ana, keçənki ana alt mərtəbədədir. İndi bunu qoyuruq üst mərtəbəyə. Üst mərtəbəyə. Və mən onu getirib qoy. Bu da üçüncü mərtəbə. Üçüncü mərtəbə. Qoydum onu. 10 gün, demək 10 gündən sonra bağlayırıq. 28 gündən sonra anamız mayalanıb gəlir. Alttaki ananı istəyirsinizsə öldürüb ata bilərsiniz. İstəyirsinizsə də ondan atovatka ayırtmaq olar. Hər il biz ana dəyişirik. Sağ olun. Daha da çekeyim. Tezesi üstte düşüyor. Hı? Niye tezesi üstte düşüyor? Ne? Söyle teze üstte. Ana? Korkusu yok. O gün attı üç. Ha. 3 tane üstte. Benim bir kamera var. Ha. Abi sen onun yerine koy. Birinci mərtəbəyə. Ben bunun üstünde bir şey var. Koyma. Ne var? Telefon uzağda da. Çekirken. Çəkirəm.